Nur müəllim, yəni Atabəylər dönəmində Azərbaycanın elm adamları, alimləri, şairləri bu haqda nə deyə bilərsiniz? Atabəylər dövlətində biz Azərbaycan mədəniyyətinin belə deyək, intibah dövrünü yaşadığını rahat bir şəkildə deyə bilərik. Çünki biz Azərbaycan istər bu dövrdə elmi mühit çox əlverişli idi və zəngin idi. Təsadüfi deyil ki, Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətləri bu dövrdə yaşamışdılar. Məsələn, kimlərin adını çəkə bilərik? Nizami Gəncəvinin, Xaqani Şirvani, Əbülüla Gəncəvinin, Qətran Təbrizi, bunlar hamısı şairlərimiz bizim. Hamısı Atabəylər dövründə yaşayır. Çünki Atabəy Şəmsəddin Eldəniz və oğulları şairləri, elm adamlarını, mədəniyyət xadimlərini daim himayə edirdilər və elmin və incəsənətin, mədəniyyətin inkişafında da maraqlı idilər. Eyni zamanda biz həmin dövrdə, məsələn, adını çəkə bilərik bir sıra məşhur hədis alimləri, məşhur fəqihlərin, hansı ki, Atabəylər dövründə yaşamışdılar. Məsələn, Fəxrülquzat Abdülhamid Məraqi var, tanınmış Şafi fəqihidir. Onun hətta Mənaqib-i İmam Şafi deyə bir əsəri var. İmam Şafinin həyatı haqqında burada məlumat verir. Və yaxud da Qazı Fəxrəddin Təbrizi Əl-Həddadi deyə bir şəxs var. Atabəy Şəmsəddin Eldənizin dövründə Təbriz qazısı olmuşdur. Abdülğafur Əhəri adlı müksir mühəddis deyirlər. Yəni çox hədis bilən mühəddis deyirlər bu şəxsə. Belə bir şəxs var və digər mən bu haqda 2011-ci ildə nəşr elətdirdiyim orta əsrlərdə yaşamış Azərbaycanlı alimlər adlı monoqrafiyamda 1000-ə yaxın Azərbaycanlı alimin bioqrafiyası haqqında, onların həm həyat hekayəsi, həm elmi yaradıcılığı haqqında məlumat vermişəm. Orada həmçinin Atabəylər dövründə yaşamış məşhur Azərbaycanlı alimlərin də bioqrafiyaları qeyd olunub.